Salam, əziz dinləyicilər. Bugünkü mövzumuz sintaktik əlaqələrdir. Bu, məktəbdə uşaqların bəlkə də ən çətin və ən gec mənimsədikləri mövzulardan biridir. Mən bugün onun həm elmi izahını, həm də uşaqlara sadə şəkildə necə başa salmağın yolları haqqında da danışacağım. Sintaktik əlaqə nədir? Nə başa düşürük? Ümumiyyətlə, biz fikrimizi başqalarına çatdırmaq üçün söz birləşmələri, daha sonra isə cümlələr olur. Və biz dilimizdəki bu sözlər içərisindən bizə fikrimizi ifadə etmək üçün lazım olan sözləri və onları əlaqələndirən şəkilçiləri seçib bir-birilə əlaqələndiririk, bağlayırıq. Sözlər arasındakı bu bağlılıq sintaktik əlaqə termini ilə ifadə olunur. Dilimizdə sintaktik əlaqəyə girən sözlər arasında həm məna bağlılığı, həm də qrammatik bağlılıq özünü göstərir. Qrammatik bağlılıq deyəndə burada əsasən şəkilçilər nəzərdə tutulur. Sintaktik əlaqələrin izahından əvvəl uşaqlara iki mühüm şeyi öyrətmək lazımdır. Bunlardan birincisi odur ki, uşaqlara başa salmaq lazımdır ki, sözlər bir-biri ilə əlaqələnərkən hansı şəkilçilərdən istifadə olunur? Bir, hal şəkilçilərindən, hal şəkilçiləri sözü özündən sonra gələn sözlə əlaqələndirir. İkincisi, mənsubiyyət şəkilçiləri. Biz öyrənmişdik ki, söz birləşmələrinin yaranmasında əsasən bu şəkilçilərdən istifadə olunur. Lakin, sintaktik cümlədə isə bundan başqa bir şəkilçilər, şəxs və xəbəri şəkilçiləri də əlaqələrin yaranmasında iştirak edir. Deməli, dilimizdə qrammatik şəkilçilər çox olsa da, sözləri bir-biri ilə əlaqələndirən bu üç şəkilçidir və bu üç şəkilçiyə görə də əlaqəni müəyyənləşdirmək lazımdır. Qalan şəkilçilər var, cəm şəkilçiləridir, ondan sonra gəldi forma şəkilçiləridir, zaman şəkilçiləridir, imkanlı şəkilçiləridir və sərf şəkilçilər isə əlaqələnmədə göstərici kimi iştirak etmir. Onlar yalnız müəyyən kateqoriyaları, müəyyən mənaları ifadə etmək xidmət edir. İkinci nəyə diqqət etmək lazımdır? Əgər uşaq cümlədə bir-biri ilə əlaqələnən sözləri müəyyənləşdirə bilmirsə, heç zaman sintaktik əlaqəni başa düşməyəcək. Ona görə də həmişə mən bu dərsdən əvvəl uşaqlara bir, iki, baxır dərk olunmanın səviyyəsinə, sinifin səviyyəsinə, iki cümlə üzərində sözlərin bir-biri ilə necə əlaqələnməsinə, necə bağlanmasına aid çalışma edir. Məsələn, belə bir cümlə. Meydançada dincələn oğlanlar və qızlar məşqçini görəndə tez onun yanına qaçdılar. Deyəm, başdan. Meydançada sözü, hansı sözlə əlaqələnir? Meydançada dincələn. Yaxşı, dincələn sözü. Dincələn oğlanlar, bəli, dincələn oğlanlar. Bəs dincələn qızlarla bağlıdır mı? Bəli, dincələn qızlar. Oğlanlar, uşaqlar adına necədir? Sözü əlaqələndirərkən, ondan sonra üstülə baxılır. Oğlanlar məşqçini. Soruşuram, mənaca bağlıdır mı? Xeyr. Oğlanlar görəndə xeyr tez, oğlanlar qaçdılar, qızlar qaçdılar. Daha sonra, məşqçini, hansı sözlə bağlıdır? Məşqçini görəndə, görəndə sözü, görəndə tez, xeyr, görəndə onu, görəndə yan, görəndə qaçdılar. Tez sözü, tez onun, xeyr, tez qaçdılar, onun yanına qaçdılar.
Eğer uşaqlar bunların bir-biri ilə əlaqələnməsini tuta bilməsələr, heç zaman sintaktik əlaqəni dərk etməyəcəklər. Eğer bir çalışma hazırlıksa, ikinci çalışma, üçüncü çalışmanı verir, en esas ona nail olmak lazımdır ki, uşaq bilsin ki, söz heç də ondan sonra gelen sözlə əlaqələnmir. O, həm onunla, həm də uzaqda, cümlənin sonunda və yaxud ortasında gelen başka bir sözlə də əlaqələnə bilər. En esas bu bağlılığı tutmağı uşağa öyrətmək lazımdır. Bu bağlılığı öyrəndən sonra sintaktik əlaqələri öyrətmək asan. Sintaktik əlaqələrin iki növü var. Tabesizlik əlaqəsi, bir də tabelik əlaqəsi. Tabesizlik, deməli, tabesizlik əlaqəsində bir-biri ilə bağlanan tərəflər bir-birinə tabi olmur. Bir-birindən asılı olmur. Bərabər hüquqlu olur. Əksər uşaqlar bu fikri tam başa düşmürlər. Bu əsasən gələcəkdə öyrənəcək ki, həmcins üzvlər arasında və tabesiz mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasında olur. Yer gəlmişkən deyəm ki, uşaqlara əlaqələrlə bağlı suallar veriləndə və yaxud testdə onları tapmağı tapşıranda adətən tabesizlik əlaqəsi uşağın nəzərindən qaçır, ancaq tabelik əlaqəsini axtarır. Tabesizlik əlaqəsinə nümunələr. Əskərlər deyir, gülür, şadlanırlar. Burada deyir sözü əskərlər sözlə bağlıdır, gülür sözü əskərlər sözlə bağlıdır, şadlanır da bağlıdır. Lakin bunların öz aralarında da bağlılık var. Bax, bu tabesizlik əlaqəsidir. Deməli, tabesizlik əlaqəsində birincisi, sözlər eyni şəkilçini qəbul edir. Baxaq, ır. Burada d var, lar var. Bunu artığı olar. Deyir, dilər, gülür, dülər, şadlanırlar. Deməli, hamısı eyni şəkilçini qəbul edir. Belə deyirik, eyni qrammatik formadadır. Deməli, öyrəndik ki, tabesizlik əlaqəsində olan sözlər, birincisi, hamısı eyni sözlə bağlı olur. İkincisi, eyni şəkilçiləri qəbul edir. Diqqət etsək, görər ki, burada sağlama məntenə səslə var. Ne edirlər? Deyir, gülür, salamlaşırlar. İkinci cümlədə, qız alma, nar və heyvaları müxtəlif qutulara yığdı. Burada sadalanan sözlər almadır, nardır, heyvadır. Cəm şəkilçisidir mi? Bu şəkilçi eyni zamanda buna da aiddir. Almalar, narlar, və hər üçü cəm şəkilçisi qəbul edib və təsirli haldadır. Hər üçü də yığdı xəbəri ilə bağlıdır. Bunlar arasındakı bağlılıq tabesizlik əlaqəsidir. Aytən də, Tofiq də, Nəsir də, Ənvər də bu xəbərdən sevindi. Sevindilər. Aytən sevilir, Tofiq sevilir, Nəsir sevilir, Ənvər sevilir. Hər dördü də xəbərlə bağlıdır. Lakin bunlar arasında bağlılığı var. Hamısı adlı haldadır və sadalma məntenə səslə deyilir. Və hamısı da cümlədən müftədadır. Onu da deyim ki, eyni üzv olurlar. Güldandakı qırmızı, sarı, mavi güllərin ətri otağa dolmuşdur. Mavi gül, sarı gül, qırmızı gül. Və bunlar arasındakı əlaqə də tabesizlik əlaqəsidir. Sadalma məntenəsi deyilir. Uşaq qələm və dəftərlərini çantaya yığdı. Lə-i-ni. Qələm, lə-i-ni. Hər ikisi eyni şəkilçini qəbul edir və hər ikisi yığdı xəbərlə bağlıdır, cümlədə tamamlıqdır. Deməli, bunlar arasındakı əlaqə
tabeslik əlaqəsidir. Yer gəlmişdən tabeslik əlaqəsini iki tərəfli oxla qeyd edirlər. Ola bilərmi ki, müxtəlif ev şəkilçiləri qəbul etməsin? Bu yalnız inkar şəkilçisi ola bilər. Məsəl üçün, qız gəldi, lakin heç kəslə salamlaşmadı. Gəldi, şuur keçmiş zaman təsdirdir. Salamlaşmadı, inkardır. Bu, onların bərabər hüquqluğunu pozmur. Nəticə çıxardan. Deməli, tabeslik əlaqəsində bir-birlə bağlı olan sözlər, birincisi eyni suala cavab verir. İkincisi, hamısı eyni üzrlə bağlı olur. Üçüncüsü, eyni şəkilçiləri qəbul edir. Yəni, eyni qrammatik formada olur. Dördüncüsü, çox vaxt sadalama intonasiyasına gedir. Bəzən deyil verilir. Xüsusən, inkar şəkilçisi ilə bağlananda sadalama intonasiyası olur. Eyni üzv olur, yəni bir cümlədə müftədədirsə, hamısı da müftədə olur. Tamamlıqsa, hamısı tamamlı olur və s. Ən əsası uşaqlara bir şey başa salmaq lazımdır. Tabirlik əlaqəsində sözün birinə istinad etməklə o birinə sual vermək olur. Məsələn, qutulara yığdı, sual verir, nəyə yığdı? Müxtəlif qutulara, hansı qutulara? Amma tabirlik əlaqəsində isə birinə görə digərinə sual vermək olmur. Fərz edək ki, deyirə görə Gülürə sual vermək olmur. Gülürə görə Şadlanırla sual vermək olmur. Yəni, birinə görə digərinə sual vermək mümkün deyil. Tabirlik əlaqəsində isə üç növ var. Uzlaşma, idarə, yanaşma. Tabirlik əlaqəsində tərəflərdən biri digərindən asılı olur, ona tabi olur. Tabirlik əlaqəsi həm cümlədə sözlər arasında, həm də tabiri mürəkkəb cümləni təşkil edən cümlələr arasında özünü göstərir ki, biz bunu gələcəkdə öyrənəcəyik. Uzlaşma nə deməkdir? Uzlaşma, uyğun gəlmə, bir-birinə tuş gəlmə. Uzlaşma əlaqəsinin əsas tələbi ondan ibarətdir ki, tabi edici söz, yəni əsas söz, tələb edir ki, tabi söz, yəni asılı söz, onunla şəxsə, birinci, ikinci, üçüncü qrammatik şəxslərə və kəmiyyətə, təklinə, yəni həmin şəxslərin təkində və cəmində olmasına görə ona uyğun gəlsin. Cümlələrə diqqət edək. Bu iki məqamı özünü göstərir. Birinci hal, biz oynayırıq, cümlədir. Burada biz birinci şəxsin cəmidir. Birinci şəxsin cəmidir. Və tələb edir ki, tabi sözlə birinci şəxsin cəminə uyğun şəxs şəkilçilərini, xəbərli şəkilçilərini qəbul etsin. Burada bir şey deyil. Biz ümumiyyətlə birləşmədən danışarkən demişik ki, həmişə birinci tərəf asıl tərəf, ikinci tərəf əsas tərəf olur. İndi uzlaşma əlaqəsində isə yeganə əlaqədir ki, birinci tərəf özünü əsas tərəf kimi, ikinci tərəf asılı tərəf kimi aparır. Bu əsas asılı sözləri uşaqları bir qədər çaşdırdığına görə mən adətən tabi və tabi edici söz terminlərini istifadə edirəm. Birinci tərəf tabi edicidir, ikinci tərəf ona tabidir. Tabi edici söz tələb edir ki, mən neçənci şəxsdə, təkində və yaxud cəmində ələnsə, sən də zəhmət çək, həmin şəxsə uyğun, kəmiyyətə uyğun şəkilçini qəbul edir. Birinci şəxsin cəmidir, birinci şəxsin cəmi şəkilçini qəbul edir. Siz ikinci şəxsin cəmidir, siz ikinci şəxsin cəmi uyğun şəkilçini qəbul edir. Hava üçüncü şəxsin təkidir, sərindir, bu da üçüncü şəxsin təkinə uyğun xəbəri şəkilçini qəbul edir. Ola bilər ki, tərəflərdən biri, 2, 3 və s. birləşmə şəklində olsun. Bu haqda mən
sonda qeydlər kimi əlavələr edəcəyəm. Ümumiyyətlə istisnalar və bəzi əlavələri mən sonda danışacağım. Kəndə gedənlər birinci tərəfdir. Qayıtdılar cəmbi, üçüncü şəxsin cəmbi, qayıtdılar və üçüncü şəxsin cəmbi məxsus şəxs şəkilçisini qəbul edir. Onlar, ikinci tərəf cəmbi, iki sözlər, onlar məktəb uşaqlarıdır. Bu da ona uyğun cəm şəkilçisini qəbul edir. Deməli, ola bilər ki, tərəflərdən biri 2 və 3 sözdən ibarət olsun. Bu çox zaman uşaqları çaşdırır. Bu nə ilə nə arasında olur? Bu cümlədə əsasən həmişə mübtədə və xəbər arasında, xəbər asılı tərəfli mübtədə. Ona görə də cümlədə mübtədəni və xəbəri tapandan sonra bunlar arasındakı əlaqənin uzlaşma əlaqəsinin olduğunu mənləşdirir. Burada bir şey deyir, birinci tərəfə hansı haldadır? Birinci tərəfə hamısı azı haldadır. Buna dikkat edin. Mən əsasən hallardan istifadə edib uşaqlara buna gedirəm. İndi ikinci nümunəyə dikkat edək. Deməli, mübtədə ilə xəbər arasında uzlaşma əlaqəsində morfoloji əlamət nədir? Şəxs şəkilçiləridir. Mütləq şəxs şəkilçilərini qəbul etməlidir. İndi bəzən olur ki, üçüncü şəxsdə şəxs şəkilçiləri qəbul etmir. Fərz ki, indiki zamanda, şöyle keçmiş zamanda oğlan gəldi. Burada şəxs şəkilçisi olmasa da hərəkətin üçüncü şəxsə aid olduğu bilinir. İkinci hal. Sizin kəndiniz. Üçüncülər təyin söz birləşməsidir. Sizin neçənci şəxsdir? İkinci şəxsin cəmidir. Tələb edir ki, kənd sözü də ona uyğun şəkilçisini, mənsubiyyət şəkilçisini qəbul etsin. Kənd üçüncü şəxsin təkidir, küçələri o da üçüncü şəxsin təkinə aid mənsubiyyət şəkilçisidir. Mənim birinci şəxsin təkidir, həyatın ona uyğun mənsubiyyət şəkilçisidir. Küçə üçüncü şəxsdir, qapısı. Kitab, evi, uşaq, bağçalar. Deməli, burada da birinci tərəf, tabirci tərəf, əsas tərəf neçənci şəxsdirsə, tələb edir ki, asılı tərəf, tabi tərəf də ona uyğun mənsubiyyət şəkilçilərini qəbul etsin. Bunun morfoloji əlaməti, morfoloji göstəricisi nədir? Mənsubiyyət şəkilçiləri. Deməli, uzlaşma əlaqəsində asılı tərəfin morfoloji göstəriciləri nədir? Şəxs şəkilçiləri, mübtədə və xəbər arasında mənsubiyyət şəkilçiləri. İkinci və üçüncü növ təyin söz birləşmələrinin tərəfləri arasında. İndi baxaq, bunlar hansı haldadır? Bunlar hamısı yiyəlik haldadır. Uşaqlara deyirəm, diqqət edin, cümlədə söz adlı haldadırsa, onun əlaqədə olduğu sözü tapın və həmin sözlə o uzlaşma əlaqəsindədir. Məsələn, deyirəm ki, məktəbli evdən çıxıb, dostu ilə yollandı. Məktəbli adlı haldadır. Bax, hansı sözün əlaqədir? Məktəbli yollandı, uzlaşma əlaqəsidir. Oxu qoy, məktəbli tərəf. Və yaxud, məktəb direktorunun qızı gəldi. Burada qızı adlı haldadır. Məktəb direktorunun qızı bütövlükdə müftədədir. Gəldi, xəbərdir. Onlar arasında uzlaşma əlaqəsidir. İndi burada istisna hallar da var. Mən bu istisna hallar haqqında sonda məlumat verəcəyim. İkincisi, əgər söz yiyəliş haldadırsa, cümlədə söz yiyəliş haldadırsa, xəbərdən başlayır, gəlmişlər indi, bunlar xəbərdən başlayır. Yiyəliş haldadırsa, onun əlaqədə olduğu sözü tap, istər müəyyən, istər qeyri-müəyyən, fərqi yoxdur. Onun əlaqədə olduğu sözü tap və həmin sözlə onun arasındakı əlaqə uzlaşma əlaqəsidir. Məsəl üçün, bizim evimiz şəhərin kənarında yerləşir. Bizim
Yeri çaldadır. Hansı əlaqədir? Evimiz uzlaşma əlaqəsidir. Kəndin kənarı. Üçüncü növdür. Kəndin yeri çaldadır. Uzlaşma əlaqəsidir. Deyəxin, yazı taxtası pozuldu. Yazı adı haldadır və üzü istəyirəm. Yeri çaldadır. Yazı sözü ilə taxtası sözü. Yazı taxtası. Morfoloji əlaməti bu yeri çaldadır. Deməli, bunun arasındakı əlaqə uzlaşma əlaqəsidir. Yeri çal tapılmazsa onun əlaqədə olduğu söz da. Yazı taxtası silindi. Taxtası adı haldadır. Deməli, bunun arasındakı əlaqə uzlaşma əlaqəsidir. Yəni, demək istəyirəm, əgər uşaq halları yaxşı bilirsə, adı halda olan sözü, yeri çalda olan sözü tapsın və o sözün hansı sözlə əlaqələndiyini müəyyənləşdirsin və onlar arasında oxu öndəki tərəfə işarə etsin. Mən sizi tam əmin edirəm ki, əgər hallara əsasən bunu öyrətsəniz, uşaqlar bunu daha tez mənimsəyirlər. İndi burada istisna hallar da var. Mən bunu sonuncu yəqin ki, 3-cü dərsdə izah edəcəyim. Bugünlük bu qədər. Əgər doğrudan da videonu bəyənirsinizsə, bəyənmə işarəsini vurun. Fikriniz, rəyiniz, istər müsbət, istər mənfi fərqi yoxdur. Bildirin və imkan daxilində kanalıma abunə olun və yaxşı olar ki, videoları paylaşın ki, çox adam bundan istifadə edə bilsin. Sağ olun.